Ana, ben şehit oldum, yerim güzeldi, zeki ağlama. Canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan, vatan sağ olsun. İlahi askerlerimizi koru. Vatan, vatan sağ olsun. Beni çok değilecek sözlerim vardı, yüreğimde kaldı. Mübarek olsun. Benim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana. Biz bugün Qadir balamızın ruhuna ocaq yığışmışıq. Əslində bir şəhidin ziyarəti bütün şəhidlərimizə şamil olur. Onların ruhları şaddır ki, belə xalqımız var, belə dövlətimiz, dövlət başçımız var ki, onları hər zaman yaşadırlar və yaşadacaqlar. Və biz onları bu unutmamağı gələcək nəslə ötürürük. Mən indi baxıram burada 90-cı il şəhidlərinin qalıqları getdikcə sayı artır. Və bu şəhidlərin qalıqlarını əziz torpağımıza, onların əzizlərinə əlbəttə cənab prezidentimizin sayəsində çatdırıb torpağa tapşırmışıq. Mən özüm Qərbi Azərbaycandanam. 2 əmimi Böyük Vətən müharibəsində itirmişik. Onlar gedib qayıtmayıb, ancaq onların qalıqlarını heç bizə təhvil verən də olmadı. Bax, budur dövlətlərimizin, prezidentimizin seçilməsi, nümunəsi. O böyük dövlətin, imperiyanın rəhbərliyi hara, bizim cənab prezidentimizin rəhbərliyi hara ki, öz xalqının bütün hər bir dərdinə şərikdir, hər zaman yanımızdadır. Qalıqlarımızı heç yerdə qoymur, özlərinə, əzizlərinə çatdırır. Allah cənab prezidentimizi qorusun, dövlətimizi qorusun. Bizim şəhid valideynləri kimi vətəndaşın borcumuzdur ki, balalarımızın qanı hesabına, canı hesabına əldə etdiyimiz qələbəni qoruyaq və gələcək nəsillərə ötürək. Daima yaşayacaq bizim bu qələbəmiz. Çünki ulu öndərimizin vəsiyyətidir ki, biz o torpaqlara qayıtmalıyıq və 30 il bundan öncə onun dediyi həyata keçirildi cənab prezidentimizin rəhbərliyi altında və onun belə bir mesajı da var ki, biz Qərbi Azərbaycana da qayıtmalıyıq. İnşallah o ümidlə yaşayırıq. Cənab prezidentimizin yürütdüyü siyasət nəticəsində sülh yolu ilə öz doğma yurdumuza, ulu babamızın torpaqlarına qayıdacağıq. Ədalət müəllim, siz şəhid atasınız, elə bir oğul itirmişsiniz ki, göydə mələklər onun adını cənnət mürəkkəbi ilə yazır. Siz dövlətimizdən, sizə bu edilən münasibətlərdən razısınız. Mən gördüyünüz kimi şəhid Heydərov Qadir'in atasıyam. Bu illərdə 2026-cı ildir. Bu Məhərrəm müəllim də şəhid atasıdır. Həm də Abşeron rayonu Ağsaqqallar Şurasının, Abşeron rayon üzrə Ağsaqqallar Şurasının sədridir. Bu kişinin də bir dənə oğlu vardı. Elə ayın 4-ü onun da ad günü idi. Orada da biz iştirak eləmişik. Bəli, mən özü yəni bir var həmişə çalışmışam reallığı danışım. Siz də bu tədbirlərdə həmişə iştirak edərsiniz. Misədə televiziyasının rəhbəri olaraq bu günləri 11.05.2026-cı ildir. Yəni şəhid Heydərov Qadir'in 28 yaşı tamamdır. 6 ildir Qadirsiz ad günü qeyd edirik. Yenə Məhərrəm də yadımdan çıxdı. Rafi eyni gündə də şəhid olublar. Yəni oktyabrın 30'u o da şəhiddir, Qadir də şəhiddir. Dövlətimizin də ki, yəni həm şəhid ailələrinin, həm dövlətimizin bizim yanımızda olmağa şəxsən siz özünüz
şahidsiniz, görübsünüz məsələn həmişə. İndi biz başqa yer demirik. Şəxsən Abşeron rayon icra hakimiyyəti Abdin müəllim həmişə bizim yanımızdadır. Bu dəqiqədə baxmışam telefonda Şəhid Heydərov Qadirin doğum günün qeyd edib, Hər zaman paylaşıb. bütün şəhidlər Mənim öz ad günümü də ayın 27-si paylaşmışdı və bizə evə də düzdür özü işi olduğuna görə icra nümayəndəliyindən göndərmişdi. Yəni biz Sağ olun. dövlətimizin, ondan sonra dövlətin burada olan nümayəndəsinin çox razıyıq. Allah ondan da razı olsun. Onu bu Abşeronun üstündən Abdin müəllimi əskik eləməsin inşallah. Allah dövlətimizi, millətimizi, prezidentimizi qorusun və belə şəhid ailələri, bunlar hamısı gördün. Sən özün bilirsən, qohum-əqrəbə də var, qıraq da var, şəhid ailələri də var. Buradan əskik olmasın. Biz həmişə bir-birimizə daim nə qədər imkanımız var, bir-birimizin şəhidlərin il dönümündə, ad günündə iştirak edək və bizim rayon icra hakimiyyəti və yerli nümayəndəlik həmişə iştirak ediblər, bizi tək qoymayıblar. Əminəm ki, yenə gələcəklər. Siz hələ buradasınız inşallah. Gəlib bu tədbirdə iştirak edəcəklər. Təşəkkür edirəm sizə də Mehman müəllim. Salam. Bu gün bura yığışmağımızda, yəni məlumdur ki, Heydərov Təqdim edik. Kərimov Sultanağa Əyyuboğlu Şəhid Heydərov Qadirin əmsiyəm, böyük əmsiyəm. Yəni biz Qadir bizim, necə deyərlər, o gözümüzün qabağında böyüyən uşaqdır. Biz hələ də onu, yəni belə itkin kimi, bizdən kənar kimi hiss eləyə bilmirik. Çünki barışa bilmirik, bəli. Yəni mən inanırsan ki, fikirləşirəm, deyirəm indi birdən elə Qapatılacaq. deyəcəklər ki, Qadir gəldi. Deyəcəklər ki, məsələn, hamılığa sevinəcək ki, yəni Qadirin bir gəlim səsin biz sədasını eşidəcək, bəli. Hər an o niyyətindən elə də həmişə yadımızdadır. Allah rəhmət. Yəni Qadir ümumiyyətlə, yəni uşaqlıqdan çevik uşağıdır, fərasatlı uşağıdır, valideynin sözünə baxan uşağıdır, əmilərinin sözünə baxan uşağıdır. Da bilirsiniz, biz hal-hazırda 8 qardaş, 2 bacıyıq, 9 qardaş idik biz. Biri 86-cı ildə Sovet hökumətinin vaxtında əskəridə rəhmətə getdi. Allah bütün ölənləri rəhmət eləsin. Yəni Qadir haqqında biz çox söz deyə bilərik. Onun ancaq yaxşılığı haqqında, onun ancaq məsələn bizə qayğıcı əmilərinin, yəni Qadir bunu elə Qadir dərhal yəni eləyən idi. Məlumatımız var. Bəli, yəni Allah bütün şəhidlərimizi rəhmət eləsin. O cümlədən də Qadirimizi. Yəni biz ondan əvvəldən də fəxrləmişik, indi də fəxr eləyirik. Fəxr eləməsi o oldu. O oldu, bəli. Yəni Allah atasına, anasına səbir versin. Mən də çox deyirəm, ədalət, biraz səbirli ol yenə. Bu həyat belədir ki, gələn gedir. Hələ burada qalan yoxdur. Yəni atamız, anamız, qardaşımız, nənəmiz, yəni qohum əqrəbədən gedənlər gedib. İndi düzdür də, bu cavandır. Ədalət də qınamaq olmur. Ədalət O gedənlərdən olmadı da, bu qızıl hərflər, böyüdə bənəklər yazdı olar. Daha fərqli gedənlərdəndir, bəli. Yəni bu bizim 30 illik, 30 il yox, 200 illik bizim elə bir ki, alnımızda ləkəni bunlar təmizlədi. Yəni bunu hamı bilir, bütün Azərbaycan xalqı, bütün dünya bilir ki, bəli, biz elə bir ki, əsarət altında qalmışdık. Bunlar bizi həmin əsarətdən çıxartdılar. Çox sağ olun. Ona görə bir daha mən Allahdan rəhmət diləyirəm. Arzu edirəm ki, bütün bu qohuma, əqrəbiyə, bu Azərbaycana, bu dünyaya belə bir şey qismət olmasın. Amin. Çox çətin, bəli, çətin içkidir. Ona görə heç kimi arzulamıram. Çox sağ olun. Sağ olun, sizə sağ olun. Əvvəla salamlayıram burada gələn hər bir şəxsi, şəhidlərimizi salamlayıram. Məlumdur ki, bugün şəhid qardaşımız Qadir Ədalətoğlu'nun cənnətdəki 28-ci yaş günü mövlududur. Qadir qardaşımızın və onun timsalında olan cəmi şəhidlərimizin cənnətdəki mövludunu təbrik edirəm.
Əlbəttə ki, onlar Allah tərəfindən seçilmişlərdir. Allah da Quran-ı Kərimində buyurur ki, onlar bizim dərgahımızda sonsuz nemətlərimizdən bəhrələnirlər. Onu yalnız Allah dostları və alimlər bilə bilər ki, onlar necə bir məqamdadırlar. O həyat elə bir həyatdır ki, onlar üçün, onlar qızıl hərflərlə tarixə keçmiş bir həyatdır onlar üçün. Allah bir daha xalqımızı, millətimizi müharibəli ağracılı günlərlə imtihan eləməsin. Cəmi şəhidlərimizin ruhlarını şad, məqamlarını alidən uzaq məkanlarını cənnət eləsin inşallah. Qazi qardaşlarımızı da unutmayaq ki, onlar şəhidlərimizin bizə əziz xatirələridir, döyüş yoldaşlarıdır. Çünki onlar üçün də çətin bir dövrdür ki, öz döyüş yoldaşlarını itirdilər. Kimisi qolunu, kimisi ayağını, kimisi hər hansı bir əzasını qoydular. Onlar üçün daha çətindir. Çünki onların talihində şəhidlik məqamı yox idi. Amma onlar da cihad elədilər. Çünki Peyğəmbərin sonuncu vəda xutbasında buyurur ki, burada olanlar olmayanlara çatdırsın ki, ananız, xanımlarınız, bacınız necə sizin namusunuzdursa, yaşadığınız torpaqlar da sizin namusunuzdur. Onlar qəhrəmancasına Allahın onlara həsr etdiyi ömür payını gələcək nəsillər üçün həsr etdilər. Amallar uğrunda döyüşdülər. Bir daha Allah-u Teala cəmi şəhidlərin ruhlarını şad eləsin, məqamlarını uca eləsin. Buradan şəhid analarına, şəhid atalar başda baş əyirəm ki, onlar belə gözəl övladlar yetişdiriblər xalqa, millətə və yeni amallar uğrunda yeni gənclərə gözəl yollar, gözəl töhfələr göstəriblər. Allah razı olsun, sağ olun. Xüsusən bu günləri şəhid olmaları, şəhid valideynləri iştirak ediblər. Uzaqdan, yaxından, məclisə cəm olanlar var. Onların da doğmalarına ruhları şad olsun deyə, günahları bağışlansın deyə Peyğəmbər və Ali Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Xüsusən Abşeron rayon icra hakimiyyətinin başçısı, hörmətli Abidin müəllim, onların kollektivi burada iştirak edirlər. Şəhid ailələri, doğmaları, onların hər birinə razılıq bildirir. Xüsusən Abidin müəllim özəl günlərdə, şəhidlərin doğum günlərində, özəl günlərində diqqət ayırır, zəng vurur, imkan daxilində özü gəlir, iştirak edir. Onların bütün kollektivindən, öz bibimin adından ilə, Ədalət dayının adından, bütün şəhid doğmalarının adından təşəkkür və minnətdarlığını bildirirəm. Allah Teala onun da doğmalarına rəhmət eləsin deyə, atasına, anasına, ruhları şad, məkanları cənnət olsun deyə Peyğəmbər və Ali Peyğəmbər nurlarına salavat. Xüsusən şəhidimiz Qadir, ruhunun şad olması üçün, ruhlarının bizlərə duası olması üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat. Şəhid analары hər birinin qarşısında baş əyirik, hər birinə təşəkkür edirik. Şəhidlərimizin hər birinin ruhları şad olsun deyə, ruhları bizlərdən razı və xoşunud olsun deyə, Allah Teala onların ata-analarına, doğmalarına can sağlığı versin deyə Peyğəmbər və Ali Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Əzizi, yaxını, təbii ki, baş sağlığı, hörmətli ehtiramını bildirmək istəyirəm. Özü burada iştirak edilmək istəyirəm, sadəcə bəyan səbəblərdən. Bugün mən iştirak edirəm. Allah qadirən insanları şəhidlərimizə rəhmət olsun, şahid olsun, məkanları cənnət olsun. Yəni, bizim şəhidlərimizə də hər zaman şəhidlərlə görüşərlər. Şəhidlərimizin, övladlarımızın doğum günlərində və qurtarma günlərində görüşəndə hər zaman çıxışlarımızda bizim valideynlərimizə bilirik ki, sizin oğullarına səbəbi yaşadır. Çünki onların bizə yaşatdığı tarih, onların bizə yaşatdığı gözəldir və davamlı inkişaf, yəni bu oğullarımızın səy nəticəsindədir, canları, qanları bahası nəticəsindədir. Çünki oğullarımız bizim ulu öndərimizin vəsiyyətini, Cənab Prezidentimizin bu cür güclü siyasətinə dəstək olub, bizim torpaqlarımızın işğaldan azad olunması üçün canlarından, qanlarından keçdilər və hər birimiz də görürük ki, bizim ali rəhbərliyimiz necə dəyərləndirir və necə buradan və bizim bax bu oğullarımızı heç vaxt, yəni yaddan çıxartmaq üçün belə deyək,
şərait yaratmır və təsəvvür edin ki, bütün öz yəni əlamətlər tarixləri də bax bu işğaldan azad olmuş torpaqlarda keçirir. Elə bizim bu günlərdə də gördünüz ki, Ali rəhbərimiz Ali üzvləri ilə birgə yenə işğaldan azad olmuş torpaqlarda qeyd elədi. Bizim əlamətlər tarixlərimiz, qanunlarımızın doğum günündə. Bizim də təbii ki, ilk növbədə vətəndaş borcumuzdur və vəzifə borcumuzdur ki, biz də hər zaman sizlərin yanında olaq. Bizim oğullarımızı digər insanlardan fərqləndirən iki çox böyük bir keyfiyyətləri var. Onlar da bu zamanlar deyirdi ki, insanlarda bir çox gözəl keyfiyyətlər var, amma əsas keyfiyyətlərdən ikisi bu sədaqət və cəsarət. Bu hər bir insanda olunur və oğullarımızda bax bu cəsarət və eyni zamanda da vətənə sədaqət mövcud idi. Elə bax bu sədaqətli olmaqları da bizim oğullarımızı bax bu yola apardı və hər şeylərini qoydular, ailələrini, arzularını, gələcək planlarına, hər bir belə deyək, işlərini qoydular və düşündülər ki, biz bu vətənə lazımıq. Bugün sizlər də qəhrəman valideynlərsiniz ki, bax bu cür təmkinlə, bu cür qürurla övladlarınızın itkisini yaşayırsınız. Yəni sizin övladlarınız yaşayırlar. Onlar bizim hər birimizin ürəyindədirlər. Hər bir Azərbaycanın ürəyində bizim övladlarımızın yeri var. Mən hər zaman çıxışlarımda da deyirəm ki, bizim övladlarımızı ölkə daxilində yox, bizim övladlarımızı dünya Azərbaycanlarına salır və bu həmişə belə olacaqdır. Hal-hazırda bu torpaqlarımızda oğullarımızın adları əvvəlləşir. Bura gələn istər bizim yerli cəmaat, istər xaricdən gələn qonaqlarımız, hər biri, yəni bax bu uşaqlarımızın orada şəkillərini görürlər, adlarını əks olunmasını görürlər və gələcək nəsil də inanırıq ki və biz ümidvarıq ki, yəni əminlik də bunu deyirik ki, gələcək nəsil də heç vaxt şəhidlərimizi unutmayacaq. Çünki bunların yaşadığı tarix əbədidir. Yəni Abdin müəllimin də ailələrə xüsusi diqqətini mən hər zaman çıxışlarımda ifadə edirəm. Çünki Abdin müəllim hər zaman hər birinizin onun ürəyində yeri var. Hər biriniz üçün hər zaman onun ürəyi döyünür və yəni biz də öz günlərimizdə həm ali rəhbərimizin, eyni zamanda hörmətli rəhbərimizin də, Abdin müəllimin də hər zaman tövsiyələrini, tapşırıqlarını canla başla həyata keçiririk və daxili özümüzün də vicdanı, daxili mənəvi zənginliyimiz də hər zaman onu bizə göstərir ki, onu bizə belə deyil. Yönləndirir ki, biz sizlərin yanında olaq, sizləri hər zaman yəni tək deyilsiniz. Sizin ağrınız bizim ağrımızdır. Amma şəhidlərimiz, hər insan da şəhidliyi zirvəsinə ucalmağa qadir insan deyil. Bugün qadir olmaq, qadir ildir də Allah bir daha bunu şad eləsin, məkanları cənnət olsun, şəhidlər başlarına başlayın. Allah razı olsun, gələn ayaqlarınız var olsun. 5 ildir, 6 ildir siz elə bu gördüyünüz bu şəhid anıları ilə hələ bizim burada olanlar deyirəm, amma sizi bütün Abşeronda bir yerdə olursunuz. Sizi tək qoymayırsınız elə Abdin müəllimimiz də. Şəhidimiz Vidadinin il dönümündə mən orada bir söz dedim Mollaya, dedim ki, bu həmişə dua eləyəndə icra hakimiyyətində dua eləyən gördüm onun xətrinə dəydi. İndi yəni siz bəzi insanlar vardı, sizin bura gəlməyiz məsələn bizə nə qədər təsəllidir. Abdin müəllim məsələn bu günlər Qadir'in mövludunu paylaşıb, bildim. Mən o telefonda onu görəndə mən nə qədər təsəlli aldım. Mən bilirəm Abdin müəllimin məsələn hardasa işi var ki, gəlməyib. Fərqi yoxdur. Siz gəlibsiniz, elə Allah Abdin müəllimin də canını sağ eləsin. Yəni deməkdən məqsədim odur, sizə nə qədər bir dəfə yox, o molla orada dedi ki, bir dəfə olunub, bəsdir. Sizə 10 dəfə də dua olunsa azdır. Ona görə mən bu bizim ilahiyyatçıdır, özümün də İcananın qardaşı oğludur.
tapşırdım ki, bax qardaş, sən həmişə burada olursan da, mən həmişə çalışmışam ki, düzünə fətva verim də, düzün danışım. Bu Abşeron rayonunun icra hakimiyyətinin Abdül müəllim özü, işçiləri, mavindir bax. Həmişə bizim yanımızda olub. Gördüyün həmişə haqqını deginən. Yəni, onlara da lazımdır. Onların da valideynlərinə rəhmətə gedənləri vardır. Onların da valideynlərinə salavat çəkdirmək lazımdır, bildin. Yəni, qardaş, bax, mən öz Allah şahidim, sən də bir ilahiyyatı qutarmış bir insansan, sədrəc də məscidin mavinidir bu. Bildin. Yəni, gördüyün yerdə həmişə haqqı demək lazımdır. Biz təşəkkürümüzü bildiririk Abdül müəllimə, buradakı işləyənlərə. Onlar elə vaxt olur, biz bir dənə məclisə tutaq ki, bu günləri mənim məclisimdir, amma bunlar 4 məclisə dəyirlər. 5 dənə şəhidin tədbirinə dəyirlər. Ona görə Allah hər birinizdən razı olsun, sizlərə can sağlığı versin. Biz Allah dövlətimizi, millətimizi, prezidentimizi qorusun. Abdül müəllimə də can sağlığı versin. Biz şəhid ailələrinin həmişə yanında olub, canı sağ olsun, yenə bizim yanımızda olsun. Təşəkkür edirəm. Gələn ayaqlarınız hər birinizdən Allah razı olsun. Burada tək icra hakimiyyətindən yox, Sokardan da burada bizim iş yerindən də işçilər vardır, bizim rəhbərlikdən gəlirlər, sağ olsunlar. Tək Sokar yox, qonşular gəlir, qonşu olmayanlar, qardaşlarım gəlir. Hamısından Allah razı olsun. Hər birinə Allah can sağlığı versin. Hər kim şəhidə atdığı addıma görə Allah min əvəzini versin. Təşəkkür edirəm, minnətdaram. Gələn ayaqlarınız var olsun. Buradan da bizim bir Sveta xanım var. Bir şeir yazıb, xahiş edib ki, Mehman müəllim onu desin. Onu deyəndən sonra gedək tədbirimiz evdə olsun inşallah. Çox dəyərli şairəmiz Sveta Şəms İstanbulda müalicə alır. O bugün mənə bir şeir göndərdi. Qadirə həsr olunmuş, Qadirin ailəsinə həsr olmuş bir şeirdir. Xahiş elədi ki, onu bugün bu Mövlud günündə o məzarın başında onu oxuyum. Yeganə ananın qəhrəman şəhid oğlu Qadirə, atası ədalətdən şikayət. Hay ana üst tutur, hay ana gedir. Sənli xəyallardan qopa bilmir o. İçində yol gedir gör neçə vaxtdır. Ha gedir, mənzilə çata bilmir o. Qapanıb özünə sən gedən gündən, İçində dəfn edib şad günlərini, özünə ar bilir sənsiz keçirsin, silib təqvimlərdən ad günlərini. İçində danışır, içində dinir, axıdır qəlbinə o göz yaşını, onu sevindirən daha heç nə yox, hər gün məzarlıqda qatır başını. Sən elə balasan, sən elə balsan, kimsə verə bilməz sənin dadını, sən elə zirvəsən, sən elə dağsan, mələklər yazıblar göydə adını. Ruhuna, cisminə, canına hopmuş, silinmir qan yaddaşından. Haçansa istəyir özünə dönsün, Qadiri boylanır məzar daşından. Bugün mövludundur əziz Qadirim, istər şirin olsun, ya acı olsun. Atan istəyir ki, sənin ad günün, bütün mövludların baş tacı olsun. Sığışmır dalana, sığışmır evə, bizlərə dünya dar, qurbanın olum. Atan ədalətin gir yuxusuna, onu bizə qaytar, qurbanın olum. Onu bizə qaytar, qurbanın olum.